Tovuzlar, xoş gördük. Gedim mənim yanına. Ehtiyac var mənə. Bu proses davam edərsə, Tovuz həm də voleybolda ənənələri olan şəhərə çevrilə bilər və bu ənənə uzun illər davam edir. Bu dəfə voleybol üçün danışırıq. Aprel 19-unda Tovuz üçün tarixi hadisə yaşana bilər. Ölkə voleybolunun finalı olacaq. Azərbaycanın voleybol tarixi var. Bir müddət, okey. Yəni bir stagnasiya olmasın, amma bax, bu göstəricimiz geri qayıdır. Bu klub böyük transferlərlə yadda qaldı. Voleybol üçün böyük hesab olunan transferlərlə heyətin böyük əksəriyyəti yüksək səviyyəli əcnəbi legionerlərdə eyni zamanda komanda ev oyunlarında Tovuz Olimpiya İdman kompleksində keçirir. Təkcə Teraflex örtüyü haqqında danışmaq kifayətdir ki, görülən işləri hiss edəsən, Avropa standartlarına uyğun bir Teraflex, zal, tribuna bizim buranı, Tovuzu Avrupa'da təmsil edəcək bu voleybol klubu, yəni Bakıda görmədiyimiz bax, meydanı xanım göstərsin bizi adamlar. İstirahət eləməyə, dincəlməyə və eyni zamanda idman yarışını izləməklə aktiv istirahət edirlər. Yəqin ki, Tovuzlar bu barədə məlumatlıdır və komandanın aprel 13-ndə olacaq, yarım final oyununda tribunalar dolu olacaq. Bir sanki festival yaşanır, mədəni hadisə yaşanır, insanlar voleybolu hətta yaxından izləməyə başlayıb, detallı bu mövzuda danışırlar.